Blok imtahanında düşən belə bir sualdır ki, diagonallarının kvadratları cəmi 100 olan rombon perimetrini tapın. Diagonalları kvadratları cəmi deyirsə, D1'in kvadratı üzərinə də gəl D2'nin kvadratı bərabərdir deyir 100'dür. Deyir rombon perimetrini tap. Yəni rombu bilirsiniz ki, bütün tərəfləri bərabər olan paralelogramdır. Bizim də belə bir düsturumuz var idi. Diagonallarının onun tərəfləri ilə ifadəsi belə bir şeydir. D1'in kvadratı üzərinə gəl. D2'nin kvadratı bərabərdir 4a'nın kvadratı. Və buradan da ki, nə yazacaq? 4a'nın kvadratı bərabərdir 100. A'nın kvadratı bərabərdir 25. A da bərabər olacaq 5. Buradan da ki perimetr istəyir bizdən. Perimetr də bərabərdir 4A olduğu üçün 5'i vuracağıq. 4'e olacaq 20 santimetr E variantı.